nəticələrinin elan edilməsindən və valideynlərin keçirdiyi etiraz aksiyasından sonra sabah Əlövsət müəllim və valideynlər arasında görüş olacaq. Bütün valideynlər üçün açıq bufet olacaq. Xəbərləri elan elədilər, yoxsa eləmədilər? Hə, elan etdilər. Əlövsət mənə imtahanda 5 verdi. Mən burada dəhşətli əhval-ruhiyyədəyəm. Eliş və Şahin testdə 99 bal alıb. Niyə pis halınız var? Uşaqlarıma testdən 99 bal verdim və bununla da əhvalımın yaxşı olmasını istəyirsən? Mənim üçün cəmi 100 bal yaxşıdır. Mən onları özüm dərsləyirəm. Onlara verdiyim testlərdən həmişə 100 bal alırlar. Onun 99 bal topladığına görə minnətdar olmalısan. Ona sıfırlasan gəlib mən öldürərdi. Səninlə danışığımı bitirdim. Direktorla danışmaq istəyirəm. Direktor Təriş gedib Fransaya. Direktor burada olmadığı üçün onunla danışmaq üçün səfərdən qaydana qədər gözləyəcəyik. Yaxşı, gəlib bufetdə gözləyə bilərsiniz. Bütün uşaqlar bu yarım ili bitirib. Niyə oğlumdan pasportunu gətirməsini istədiniz? Mən direktoram. Sizi işdən çıxara bilərəm, Əlövsət bəy. Yox, səhv eşidib. Mən deməmişəm pasport gətir. Mən demişəm ki, bu imtahanı keçdi. Oğlunuzun qiymətlərini 4 bal artırdım ki, bizi narahat etməsin. Niyə süfrədə yemək, çay, qazlı içkilər, zərərli qidalar yoxdur? Gedib bufetdə gözləyə bilərsiniz. Mən onların Filippinli olduğunu düşünürdüm. Amma otağa girəndə Çin mahnısı çalmağa başladı. Nəysə, bura niyə gəlmişsiniz? Oğlum addaş keçdiyinizcə sizə çox sağ olun deməyə gəldik. Yaxşı, gəlib bufetdə gözləyə bilərsiniz. İkinci otağın yanındadır. Bu adamlar açıq aydın acdılar və sadəcə yemək üçün buradadırlar. Əlövsət müəllim, hanı? Yox, dayanın, xahiş edirəm, məni vurma. Bunu görürsən, Rəcəb müəllim, bu adam mənə döymək üçün cəsədini gətirib. Özün şunla məşğul ol. Və sən, Əlövsət müəllim, niyə oğluma testlərdən 98 bal verirsən? Sakinləşin, Namik bəy. Məni bufetə apar. Sən deməmişdən əvvəl yemək yeməliyəm. Yemək yediyimdən sonra mənlə parkda görüşərsən. Qaçmağa çalışmazsan, Bu adam mənə çox sağ ol demək əvəzinə mənə deyir ki, parkda görüş məni döysün. Salam. Mən Rəşadın atasıyam. Ha. Mən Rəşadın atasıyam. Salam aleykum. Oğlunuz həmişə məktəbdən qaçır. Məktəbdən qaçır? Yox, oğluna vurma. O yaxşı uşaqdır. Sadəcə tapşırığını heç vaxt eləmir. Amma da xətti də pisdir. Tapşırığını eləmədi? Onu vurma. Yaxşı uşaqdır. Amma həmişə dava başladır. Dava başladı? Nəysə, gedin bufetə. Yey, bufet! Nə? Həyatdakı qırmızı maşın kimindir? Mənim maşınımdır. Kamalın atası maşınını qırıq-qırıq eləyir. Nə?